Bəzən insan elə düşünür ki, kömək etmək hər şeyi öz üzərinə götürməkdir. Maddi yardım göstərmək, yemək almaq, problemlərini həll etmək, hamıya kömək etmək. Amma həqiqət isə başqadır. Əsl kömək bir insanın həyatını sənin daşımağın deyil, onu gücləndirməyindir. Özünü qurban vermək yox, balansı qoruyaraq dəstək olmaqdır. Bu videoda sən öyrənəcəksən ki, birinə maddi kömək edərkən özünü necə itirməmək olar, harada dayanmaq lazımdır və niyə bəzən ən böyük kömək yox deməyi bacarmaqdır. Bir sözlə, kömək edərkən nə öz daxili balansını pozmalı, nə də qarşı tərəfi səndən asılı hala salmalısan. İnsanlara kömək etmək çox gözəldir. Amma hər kömək xeyir gətirmir. Bəzən həddindən artıq kömək edəndə sən öz həyatını zəiflədir, qarşı tərəfi isə gücsüzləşdirirsən. Onun yaşamalı olan proqramına qarşı özünə karma yazmış olursan. Pul mövzusunda balans çox tez pozulur. Əgər sən bir insana ölçüsüz və davamlı pul verirsənsə, bir müddət sonra öz həyatında sıxıntı yaranır, daxilində narazılıq toplanır və məndən istifadə edirlər hissi formalaşır. Amma zərər yalnız sənə dəymir. Qarşı tərəf də inkişafdan qalır. Çətinliklə mübarizə aparmaq əvəzinə gözləməyə öyrəşir. Özünə inamı azalır və asılılığı yaranır. Yemək almaq, gündəlik kömək göstərmək çox insani bir hissdir. Ancaq vərdişə çevriləndə təhlükə başlayır. Sən emosional olaraq tükənə bilərsən. İçində əsəb yığıla bilər. Həmişə məsuliyyət hissi ilə yaşamağa başlayarsan. Qarşı tərəf isə passivləşər. Çalışmaq əvəzinə gözləməyə öyrəşər. Həyata qarşı gücü zəifləyər. İş tapmağa kömək etmək də çox dəyərlidir. Amma burada risk də böyükdür. Əgər sən bir insan üçün həddindən artıq zəmanət verirsənsə, onu tanımadığın adamlara tövsiyə edirsənsə, öz reputasiyanı riskə atmış olursan. Onun məsuliyyətsizliyi sonda sənin adına və işinə də zərər verə bilər. Psixoloji olaraq isə sən onun həyatını daşıyan biri kimi hiss etməyə başlayarsan. Qarşı tərəf isə uğuru öz səyi kimi yox, sənin əlaqələrin nəticəsi kimi görür və daxilində belə bir fikir formalaşır ki, mən tək bacarmaram, bu artıq kömək deyil, asılılıqdır və ya tam əksi olaraq hər dəfə səndən kömək gözləyər. Yox demək egoistlik deyil, yox demək özünü qorumaqdır. Hər dəfə susduqda daxildə özünə hörmətsizlik yaranır, enerjin azalır və bir gün insanlardan soyuyursan. Qarşı tərəf sərhəd görmədiyi üçün daha çox tələb etməyə başlayır və münasibət get-gedə zədələnir. Hər dəfə kömək edəndə özündən soruş ki, bu məni gücləndirir, yoxsa zəiflədir? Əgər səni zəiflədirsə, bu artıq sağlam kömək deyil. Real dəstək insanı sənə bağlamaq yox, onu öz gücünə bağlamaqdır. Əgər kimsə səndən tez-tez borc istəyirsə, açıq deyə bilərsən ki, mən borc vermirəm, amma büdcəmə zərər verməyəcək qədər yalnız bir dəfə yardım edə bilərəm. Özünü məcbur hiss etmə. Son pulunu vermə, öz ehtiyaclarını kənara qoyma. Verdiyin məbləğ sənin həyatına təsir edirsə, bu artıq kömək deyil. Gözlənilən şəkildə qaytarılmayacağını hiss edirsənsə, borc kimi yox, final yardım kimi ver və artıq davamını etmə. Daimi yardım vərdiş yaradır və asılılıq formalaşdırır. Səndən işə düzəltməklərini istəyəndə tövsiyə edə bilərsən, istiqamət göstərə bilərsən, amma zəmanətçi olma. Öz adını riskə atma. Sən əlaqə yarada bilərsən, amma işi davam etdirəcək və məsuliyyət daşıyacaq şəxs isə qarşındakıdır. Daimi uzadılan yardım yox, birgə həll olaraq kömək et, amma tam məsuliyyəti götürmə. Əgər bu yardım səni yükləyirsə, dayan və sərhəd qoy. Kömək müvəqqətidir, sistem deyil, hədd qoymalısan. Vaxt, məbləğ, məsuliyyət. Əgər sən tükənirsənsə, bu artıq dəstək deyil, xilas etmədir. Sən heç kimin xilas edicisi deyilsən. Sənin dəyərin yalnız kiməsə faydalı olduğun üçün ölçülmür. Kömək et, amma özünü unutma. Balans yoxdursa,
ən təmiz niyyət belə zərərə çevrilə bilər. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.